Zamanla şərab dini bir içecekle bərabər, dini bir içki ilə bərabər sosial bir içki olaraq da görülməyə başladı. Gedərək get-gedə yaxın şərqdə və şərqi Aralıq dənizində moda olmağa, dəb olmağa başladı. Əlçatan olması iki mənada artdı. Necə? Birincisi, dəniz yolu ilə şərab ticarətinin həcmi artdığı kimi şərab istehsalı da artır. Daha böyük dövlətlərin və imperatorluqların qurulması da şərabın əlçatanlığını artıran səbəblərdən biridir. Yəni imperatorluqların böyük torpaqları və onların verdiyi qaransiya deyək. Yəni keçiləcək az sərhəd, daha az vergi, daha az yol pulu, dolayısıyla daha ucuz şərab deməkdir. İkinci isə şərab miqdarı artdıqca qiyməti də düşüncə. Deməli, şərab ancaq seçkinlərin deyil, toplumun digər geniş hissəsində əlçatan oldu. Asurnasypal ilə Şalmazerin hökmranlıqları sırasında qızıl, gümüş, at, malqara və digər dəyərli əşyalarla bərabər şərab da xərac olaraq tələb edilənlər siyahısına girmişdir. Ancaq 200 il sonra bundan xərac siyahısından çıxarılmışdır. Çünki ən azından bu Asurda o qədər yayılmışdır ki, artıq hədiyyə olaraq veriləcək qədər bahalı bir içki ya da ekzotik içki sayılmırdı artıq. Hər kəsə əlçatan olmuşdu yəni.